Azərbaycanda demək artıq namaz qılınmayacaq demişdim sizə. Dediniz ola bilməz. Artıq dedim namaza izin verilməyəcək, məscidlərə gedə bilməyəcəksiniz dedim sizə. Dediniz ola bilməz. İnşallah ayın 5-də, noyabrın 5-i 6-sı Azərbaycana İsraildən kimlər gəlir? İsrailin mollaları. Şalom. Şalom. Artıq salam aleyküm deyə bilməyəcəksiniz. Aşura girin belə unutun. Ləbbeyk ya Hüseyni də unutun. Unutun artıq. Artıq evdə gizlin Allah'a belə oturup yalvaracaqsınız. Ay Allah, bu neydi bizim başımıza geldi?